Amerikada Milyonerlər Məhəlləsi ilə heç kimsəni təəccübləndirmək olmaz. Ondan bir çox ştatda var. Amma milyonerlər plajı, milyonerlər çimərliyi sadəcə bir yerdə var. Floridada Palm Beach deyilən ərazidə Miami'nin təxminən 2 saatlığında. Bura həm də Trump'ın iqamətgahıdır. Hal-hazırda burada qeydiyyatdan keçmiş rəsmi 68 milyarder yaşayır. Səhv eşitmədiniz. Milyoner yox ha, milyarder. Amerikan siyasətinə və iş dünyasına imzasını atmış insanlardan gedir, düzdür. Onların içərisində dünyanın hər yerində hamının tanıdığı Amerika prezidenti Donald Trump gəlir. Hansı ki, buradakı iqamətgahına həm də qışlıq ağ ev deyir. Düzdür, indi o prezident olduğu için ki prezident olmadığı zamanlarda FBI'nin davamlı olarak araşdırıb onu həbsə atmaqdan ötürü sənədlərini qurcaladığı bir yer idi. Bugün isə onun evinin ətrafına Secret Service ətdən divar çəkib və o iqamətgaha, o malikanəyə yaxın durmaq mümkün deyil. Bura Amerikadır və burada heç kimsənin mal varlığı, sahib olduğu pul, yaşadığı ünvan, yaşadığı ünvanın qiyməti və s. kimi məlumatları əldə etmək o qədər də çətin məsələ deyil. Niyə Palm Beach? Ona görə ki, Floridada vergi məsələləri digər ştatlara görə biraz daha yumşaqdır və özəlliklə bu Palm Beach deyilən ərazi multimilyarderlərin il boyunca sül içərisində, firavanlıq içərisində, gözəl Atlantik plajlarının sahilində yaşamaqdan ötürü özləri üçün qurub tikdikləri möhtəşəm bir yerdir. Buranı gəlib görmək mümkündür. Bir çox yerlərdə, eynən bizim oralarda olduğu kimi, dənizə sıfır yaxınlaşmaq mümkün deyil. O ərazilərdən keçərkən tam olaraq hər şeyi görmək hündür hasarlara görə mümkün deyil. Kim istəməz çoxlu pulu olsun, özü də Amerika prezidenti ilə qonşuluqda yaşasın. İstəyən çoxdur, amma hər pulu olan bunu eləyə bilirmi? Bu başqa bir məsələdir. Hal-hazırda Palm Beach burada yaşayan zənginlərin hesabına təxminən yarım trilyonluq bir qiymətə və dəyərə sahibdir. Amma araşdırsan və gedişat onu göstərir ki, bu qiymət getdikcə artmağa davam edəcək. Niyə Palm Beach və niyə Florida? Burada sərt qış yoxdur, qar yoxdur və ilin 12 ayında Atlantik okeanının sahilində yumşaq, mülayim iqlimdə çox belə keyifli və huzur içərisində bir həyat yaşamaq mümkündür. Və pulun sayəsində insanlar necə gözəl yaşayırlar, necə sakit yaşayırlar, necə qəşəngdirlər, necə lüks həyatın o gözəllikləri onlara bir rahatlıq verir. Burada yaşayan insanların üzlərinə baxdığı zaman onu görə bilirsiniz. Uzun sözün qısası, arzulayan hər kəsə qismət olsun.